Mən Qurbanova Sevda İsaxan qızı, Mərkəzi Gömrük Hospitalının neonatoloji tibb bacısı, 32 həftəlik əkiz hamiləliyimi həmən Gömrük Hospitalının şöbə müdiri Bayramova Tərənə xanımın təqibi ilə dekabr ayının 10-da təcili kesareya əməliyyatına götürülmüşəm. Əkiz uşaqlarım olubdur. Neonatoloq Aygün xanım Sadıxovanın təqibi ilə uşaqlarım hal-hazırda vəziyyəti stabildir. Spontan tənəffüs edirlər, ana südü ilə qidalanırlar, vəziyyətləri stabil, məni evə yazırlar. Buna görə də mən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, hospitalın baş həkimi Bəxtiyar Musayevə öz təşəkkürümü bildirirəm. Həmin kollektivin baş tibb bacısı Abbasova Sevda xanıma minnətdarlığımı bildirirəm. Onların sayəsində mən hal-hazırda sağlam şəkildə evladlarımı evə aparıram. Çox sağ olun.